Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz müsəlman qardaş və bacılarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bugün biz yenə unudulmuş adətlərimiz barədə danışacağıq. O adətlərdən biri də qonşuya hörmət etmək, ehtiram göstərmək, yaxşılıq etməkdir. Yaşlı təbəqənin yadına gələr. Əvvəllər qonşular qapılarını bağlamazdılar. Xüsusilə də kənd yerlərində qapı həmişə açıq olardı və qonşu qonşunun həyətinə, qonşu qonşunun evinə istədiyi vaxt girər və istədiyi qonşudan o köməyi alardı. Qonşu qonşunun üzünə qapını heç vaxt bağlamazdı. Və ya məsələn, həyətdə qonşu qadını yad bir kişi sataşsa yaxud göz qoysaydı, o məhəllədə olanlar, yəni o kişilər ona layiqi cəzanı verərdilər. Qonşuların bir-birinə olan haqqı belə idi. Qonşu evində bir bayram münasibəti ilə nə isə bişirdikdə yemək, şirniyyat və s. mütləq qonşulara ondan pay verərdi. Və beləcə qonşular arasında mehriban münasibət olardı. Qonşunun bir xeyir işi olanda qonşuların hamısı yığışıb gəlib ona xeyir dua verərdi. Başına bir müsibət gəldikdə gəlib ona təsəlli verərdilər. Baş sağlığı verərdilər. Beləcə qonşular bir-birlərinə daim çalışardılar ki, yaxşılıq etsinlər. Sual çıxır meydana. Bütün bunlar hardan qaynaqlanır? İnsanlar bu əxlaqa hardan yiyələniblər? Bizim dədə-babalarımız nə üçün belə qonşuluq haqqında bir-biri ilə mehriban olublar? Əlbəttə ki, Allahın göndərdiyi din onların həyat tərzinə təsir edib. Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi və sələmin nəsihətləri. Bu haqda danışacağıq. Danışmamışdan əvvəl xüsusilə qeyd etmək istəyirəm ki, o vaxt insanların qəlbi başqa cür idi. Yəni, müqayisə etsək, indiki zamanla görürsünüz ki, qonşuların qapısının başında, yaxud hasarın üstündə kamera durur. Təhlükəsizlik üçün olan kamera. Və yaxud evində, həyətində mühafizə, xidmətçi və s. qarolçu, bütün bunlar əvvəllər belə şey yox idi. Əvvəllər bütün o təhlükəsizlik insanların qəlbində idi. Yəni, insanların qəlbində Allah qorxusu var idi. Kimsə kiminsə haqqına girməyə qorxurdu ki, sonra buna görə qiyamət günü cavab verəcək. Haqqa girmək böyük günahdır. Və Allah Subhanahu diqqət edin, Quran-ı Kərimdə Ən-Nisa surəsinin 36-cı ayəsində dalbadal buyruqlar edir. Bu da əmr formasındadır. Əvvəlcə buyurur ki, Allaha ibadət edin və heç bir şey ona şərik qoşmayın. Bu əmrdir. Əgər insan Allaha şərik qoşsa, əbədi olaraq cəhənnəmə gedəcək. Demək, bu ayədə sadalananların hamısı onu edən adama böyük savab qazandırır, etməyənə isə böyük günah qazandırır. Ayənin ardına baxın. Valideynlərə, qohum əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum qonşuya, yol yoldaşına, müsafirə və xidmətçilərə yaxşılıq edin. Peyğəmbər sallallahu aleyhi ve sellem
bu ayə nazil olduqda sahabələrinə daim qonşunun haqlarını ödəmək xüsusunda nəsihətlər edərdi. Və hətta hədislərin birində deyir ki, Cəbrail mənə o qədər qonşu haqqı barədə tövsiyə etdi ki, axırda elə güman etdim ki, o qonşuya mirasdan pay çatacaq. Miras bilirsiniz də nədir? Bilirsiniz, miras kimə çatır? Kimlərə çatır daha doğrusu? Övlad, valideyn, bacı, qardaş və digərlərinə, ən yaxınlara. Qonşu haqqı elə böyük haqqdır ki, bu haqlara bərabər onlara yaxın olan haqlardandır. Düzdür, mirasdan ona bir pay çatmır. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem o sözü ilə qonşu haqqının nə dərəcədə böyük haqq olduğunu göstərmək istəyir. Digər bir hədisdə də Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, kim Allaha və axirət gününə inanırsa, qoy qonşusuna yaxşılıq etsin. Hədisi Buxari rivayət edib öz səhihində. Qonşunun haqqı o dərəcədə böyük haqqdır. Deməli, bu haqq, alimlər, İslam alimləri deyir ki, qonşu haqqı iki qismə bölünür. Yəni, iki hissədən ibarətdir. Ona yaxşılıq etmək və pislik etməmək. Diqqət edin, yaxşılıq etmək, əgər bunu bacarmırsansa, maddi imkanın yoxdur və s. Onda heç olmasa ona pislik də etmə. Və qonşuları alimlər üç qismə bölür. Birinci qism o qonşudur ki, həm müsəlmandır, həm də sənə qohumdur. Belə qonşunun sənin üzərində üç haqqı var. Qonşuluq haqqı, qohumluq haqqı və müsəlman haqqı. İkinci sinif qonşular müsəlman olub sənə qonşu olanlardır. Yəni, qohum deyil. Yad insanlardır, lakin müsəlmandır və qonşudur. Beləsinin sənin üzərində iki haqqı var. Qonşuluq haqqı və bir də müsəlman haqqı. Və bir də üçüncü qism qonşular müsəlman deyil, qohum da deyil, lakin qonşudur. Beləsinin də sənin üzərində qonşuluq haqqı var. Bu haqlar sadalasaq olduqca çoxdur. Yəni, müsəlmanın müsəlman üzərində olan haqları olduqca çoxdur. Qohumluq haqları olduqca çoxdur. Lakin mövzumuz qonşuya aiddir. Qonşuluq haqqına. Qonşunun haqları nədir? Bu haqda indi biz sizə qısa şəkildə danışacağıq. Qısa. Demək, əvvəllər insanlar bayaq dediyim kimi evlərində yemək bişirdikdə, şirniyyat və s. ondan qonşuya da pay verərdilər. Hətta indiyə qədər bilirsiniz, belə bir adət var, qonşu qabın içində nəsə verirsə, yemək, şirniyyat, ev əhli deyir ki, o qabı ona boş qaytarma. Yəni, qabı ona boş qaytarmamaq sünnə deyil, yəni İslam şəriəti bunu buyurmur. Lakin bu mənada hədis var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, təhədəv, təhəbbu, bir-birinizə hədiyə verin ki, bir-birinizə olan sevginiz artsın. Və bu adətlər hardan gəlir? Hamısı ya Quran ayələrindən, ya da hədislərdən götürülmüş dədə-babalarımızın etdiyi əməllərdir. Adət olaraq yadımızda qalıb. Adət nədir? Yəni, bir əməli davamlı etmək. Adət budur. Yaxşı adətlər də var. O adətləri ki, Allah Teala buyurub, peyğəmbərlər gətirib və əlbəttə ki, pis adətlər də var. O adətləri ki, şeytan vəsvəsə ilə insanlara yeridib. Misal üçün, gecə vaxtı güzgüyə baxma, başına daş düşər. Nə bilim, ayağını süpürgəyə vurma, şərə düşərsən. Qara pişik keçdi, nə bilim, başına bir müsibət və bunlar hamısı boş şeylərdir. Boş şeylər. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem görün nə deyir? Deyir ki, Allah yanında qonşuların ən xeyirlisi qonşusuna yaxşılıq edəninizdir. Əgər Allah yanında ən xeyirli müsəlman
və ən xeyirli qonşu sayılmaq istəyirsinizsə, qonşularınıza yaxşılıq edin. Sual verilə bilər ki, qonşuya yaxşılıq deyildikdə nə qəsd edilir? Yəni, qapı qonşu var və eyni məntəqədə, eyni məhəllədə, eyni kənddə, eyni qəsəbədə yaşayan uzaq qonşu var. Bayaq ayədə deyildiyi kimi, yaxın da uzaq qonşuya yaxşılıq edin. Demək, onlar da qonşu sayılır. Və Həsən-ül Basri rahiməhullahdan soruşulduqda ki, qonşu kimə deyilir? Həsən-ül Basri rahiməhullah deyir ki, 40 qapı düz, arxa, sağ, sol tərəfə. Diqqət edin, 40 qapı. Sağ, sol, düz, arxa. Öndən, arxadan, sağdan, soldan 40 qapı hamısı qonşu sayılır. Bu qonşulara yaxşılıq etmək əlimizdən gəldiyi qədər biz müsəlmanların boyuna düşən öhdəlikdir. Biz o yaxşılığı etməliyik ki, o yaşadığımız yerdə məntəqə olsun, qəsəbə olsun, kənd olsun, məhəllə olsun, orada qonşular arasında birlik, mehribançılıq, gözəl münasibət olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə bunu buyurur. Hədisi İmam Buxari rəvayət edib. Digər hədisdə Rasulullah sallallahu aleyhi ve sellem səhabəsinə deyir ki, xörək bişirdikdə onun suyunu biraz çox elə ki, ondan qonşulara da verəsən. Digər rəvayətdə həyat yoldaşına deyir, Ayşə radiyallahu anh, eyni nəsiyyəti edir. Xörək bişirdikdə suyunu bol elə ki, qonşulara da ondan pay verəsən. Və bir hədisdə də deyir ki, həyat yoldaşlarına, qadınlara deyin ki, qonşulara o qoçun ayağını hədiyyə etməyi özlərinə ayıb saymasınlar. Bu qoç ayağını Peyğəmbər sallallahu aleyhi ve sellem elə-belə misal çəkir. Yəni, demək istəyir ki, lap az bir şey də versəz, məsələn, balaca bir qabda xurma versəz, az bir şey də versəz, verin. Verin ki, qonşular arasında o isti münasibət yaransın. Və qonşuluq haqları da bundan ibarətdir. Əgər verəcəyiniz o hədiyyə məhdud sayıdadırsa, onda neyniyək? Ayşə radiyallahu anh deyir ki, mənim 2 qonşum var. Lakin onlara verəcəyim hədiyyə bir dənədir. 1. Məhdud sayıdadır. Bunu onlardan hansı birinə verim? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qapısı sənə yaxın olana. Diqqət edin, qapısı yaxın olana. Ola bilər, bir kənddə yaşayırsan, qapı qonşun sənə qohum deyil, heç müsəlman da deyil. Lakin uzaqda olan qonşu həm müsəlmandır, həm qohumdur. Buna baxmayaraq, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, birinciyi qapı qonşuna ver. Onun haqqıdır. Və bir rəvayətdə də gəlir ki, Abdullah ibn Amr ibn el-As radiyallahu anh xidmətçisinə bir qoç kəsib, soyub, doğrayıb, paylamağı buyurur və deyir ki, soyub qurtardıqdan sonra ilk əvvəl birinci qonşumuz Yahudiyə ondan bir pay ver. Qapı qonşusudur. Və o cəmaat arasında olanlardan biri deyir ki, Allah səni islah eləsin. Allah sənə hidayət versin. Yahudiyə də o qurbanlıq ətindən pay vermək olar. Abdullah ibn Amr ibn As radiyallahu anh'a cavabında ona deyir ki, Allah sənə hidayət versin. Əlbəttə olar. Və vacibdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə qonşu haqqı barədə o qədər tövsiyə edib ki, və tövsiyə edəndə bizə deyirdi ki, Cəbrail mənə qonşu haqqları barədə o qədər tövsiyə edib ki, mən düşünürdüm ki, mirasdan ona pay çatacaq. Və qonşunun haqqı budur, əziz müsəlmanlar. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin nə qədər qonşuları olub? Qeyri-müsəlmanlar. Onların arasında yəhudilər də olub, xristiyanlar da olub. Və Rasulullah sallallahu aleyhi və səlləm onların hamısını haqlarını ödəyərdi.
bayramda onlara bayram sovqatı verərdi, göndərərdi. Onlar da onu evinə yeməyə dəvət etdikdə gedib onların süfrəsində oturub onlarla bərabər yemək yeyərdi. Bir misal çəkim, rəvayət edilir ki, bir qadın, Yahudi qadın, Rasulullah sallallahu aleyhi və səlləmi evinə dəvət edir yeməyə, o da o dəvəti qəbul edir, gedir onun süfrəsinin o yeməyindən dadır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin qonşusu bir gənc Yahudi həmişə Rasulullah sallallahu aleyhi və səlləmə müəyyən işlərdə köməklik göstərərdi. Çox mehriban münasibət var idi. Rasulullah sallallahu aleyhi və səlləm onu qonşu kimi çox istəyirdi. Və görün nə baş verir. Bir gün eşidir ki, həmin gənc bərk xəstələnib, ağır xəstələnib, ölüm yatağındadır. Gedir onu ziyarət etməyə. Diqqət edin, qonşu xəstələnibsə, müsəlmandır, müsəlman deyil, dəxli yoxdur. Qonşunu ziyarət edirsən. Xəstəliyinə əgər o şəfa tapması üçün dərman, həkim və s. köməklik edə bilirsənsə, onu köməklik edirsən. Vəfat etsə, cənazəsində köməklik edirsən onun dəfninə və s. Yəni, qonşuluq haqları da bu. Rasulullah sallallahu aleyhi ve sellem gəlir, deyir, oğlum, la ilə illallah deyir, qiyamət günü sənin üçün şəfaətçilik edim, cənnət əhlindən ol. O gənc atasının üzünə baxar, atası da işarə edir ki, nə deyir onu elə. O sənə pis şey deməz, sənin xeyrini istəyir. Bu gənc la ilə illallah deyir və dünyasını dəyişir. Rasulullah sallallahu aleyhi ve sellemin gözləri yaşla dolur. O evdən bayıra çıxanda əllərini qaldırır, Rəbbinə şükürlər edir ki, bir nəfəri də onun əli ilə cənnət əhlindən etdi. Bax, ola bilər ki, sən qonşularla elə davranasan, onların hamısına bu həyatda doğru yol göstərəsən, onlara Allah xeyir nəsib etsin sənin əlinlə. Bu da ola bilər. Mən elə adamlar tanıyıram ki, İslam'a gəldikdən sonra durmadan qonşuları gördükdə qonşularla gözəl tərzdə Quranda buyurulduğu kimi Udu ilə səbili rabbikə bil hikməti vəl məvizətil həsənə və cədilhum billəti hiyə əhsən. Rəbbinin yoluna hikmətlə, gözəl muizə ilə və gözəl tərzdə mübahisə etməklə insanları dəvət et. Adam var ki, belə gözəl, hikmətli dəvəti ilə qonşularının hamısını İslam'a dəvət edib. Odur ki, qonşularla gözəl münasibət qurmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, neçə qonşu var ki, qiyamət günü Rəbbinin huzurunda o qonşusunun yaxasından yapışıb deyəcək, ey Rəbbim, bu adam qapısını mənim üzümə bağlayardı. Heç vaxt mənə əl uzatmazdı, kömək etməzdi. İndi özünüz bir fikirləşin. Məyər hazırki dövrdə, düzdür, hamıya şamil etmirəm, lakin bir çoxları xarici kinolara baxaraq, oradan müəyyən adətləri götürərək, o qədər qəlblər sərtləşib, soyuqlaşıb ki, artıq insanın insana yardım etmək onların ağlına gəlmir. Bu da indiki təbirlə desək, vəhşi kapitalizmə doğru aparır insanları. Halbuki insanlar əgər öz dinini öyrənsə, İslam dininin onlara göstərdiyi o gözəllikləri Qurandan, hədislərdən öyrənib tətbiq etsələr, əlbəttə ki, həmişə əmin-amanlıq, sakitçilik, mehribançılıq cəmiyyətdə davam edər. Deməli, o bir hədisdə də Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, qonşusu ac ola öz qarnını doyduran kimsə əsl mömin sayıla bilməz. Bu hədis o demək deyil ki, həmin adam kafir sayılır. Yox. Yəni, imanı naqisdir. İmanı olduqca azdır. Və imanı kamil olan insanların cərgəsində deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu demək istəyir. Qonşunun qonşuya
əl tutması, kömək etməsi barədə 3 möhtəşəm rəvayət danışacağım sizə. Deməli, Zeynəl Abidin rahiməhullah hamınıza məlumdur kim olub, necə böyük şəxsiyyət olub. Zeynəl Abidin onun ləqəbidir. Adı Ali İbn Hüseyn İbn Ali İbn Əbi Talib radiyallahu anh. Deməli, Zeynəl Abidin Ali İbn Əbi Talibin nəvəsi Hüseyn radiyallahu anh'ın da oğludur, kiçik oğlu. Zeynəl Abidin vəfat etdikdə onun yaxınları yuyarkən, yəni qüsl edərkən çiynində 2 iz görürlər. Bu iz çiynindən ta aşağıya qədər, öndən də arxadan da. O izlər aşağıya qədər gedir. Və başa düşmürlər ki, bu nədir? Yəni, sanki kimsə bunu qamsı ilə döyüb, o qədər döyüb ki, o iz onun çiynində qalıb. İz getmir. Vəfat eləyir, heç kəs də yəni, yaxınlarından bilmir ki, bu nə deməkdir, nə olan şeydir, niyə belədir. Adam özü də vəfat edir, gedir. Bir aydan sonra Mədinədə Zeynəl Abidinə yaşadığı o yerdə qonşular, bayaq dediyim kimi, 40 qapı, belə dairəvi bütün hamısı qonşular öz aralarında söhbət edir. Deyirlər ki, hər ay bizə sübh namazından əvvəl qapıya bir kisə ərzaq qoyulardı. O bir kisə ərzaq bizə ay boyu kifayət edərdi. Buna həmin o qonşu, kasıb qonşular deyir. Bu ay o ərzaqı qoyan olmayıb. Bilmirsiniz nə məsələdir, niyə belədir? Onda həmin o Zeynəl Abidinin rahiməhullahın yaxınları, ev əhli başa düşür ki, adam o qonşulara həmin o ərzaqı özü daşıyırdı. Heç kəsə bildirmirdi ki, özü ilə Allah arasında olsun. Sağ əli ilə verdiyini sol əli də bilməsin. Və böyük savab qazansın. Budur, əziz müsəlmanlar. Əməli salih insanların qonşuya etdiyi yaxşılıq. İkinci misal, o da böyük tabinlərdən birinin və zamanında olub Abdullah ibn Mübarək rahiməhullahın qonşusu olur. Eşidir ki, qonşu ez evini satır 2000 dirhəmə. Soraqlaşır cəmaatdan ki, bu niyə evini satır, niyə buradan köçüb getmək istəyir? Deyirlər ki, çox kasıbdır. İstəyir ki, 2000 dirhəmə evini satsın, 1000 dirhəmə özünə ev alsın, 1000 dirhəmi də xərcləsin. Amma cəmaat ona deyir ki, sənin evin axı qiyməti 1000 dirhəmdir, sən bunu niyə 2000-ə satırsan ki? Adam da onlara cavabında deyir ki, çünki mən Abdullah ibn Mübarəkin qonşusuyam. Evim yaxşı yerdədir. Böyük alimin evinin yanındadır. Ona görə də ona belə dəyər verirəm. 2 qat baha qiymətə satıram. Bizdə məsələn elə yerlər var, bahalı yerlər. Şəhərin müəyyən yerlərində ki, orada qiymət 2 qat bahadır, 3 qat bahadır. O dövrdə də bu adam istəyir ki, o evini 2 qat baha satsın. Lakin Abdullah ibn Mübarək o qonşunu o qədər çox istəyir ki, istəmir onu tərk etsin. Çağırır, deyir ki, al bu 1000 dirhəmi, satma evi. Deyir, bu 1000 dirhəmi mənə elə belə niyə verirsən ki? Deyir, çünki sənin evin qiyməti 1000 dirhəmdir, evin yerində qalır. Mənimlə qonşuluğuma dəyər verdiyin o 1000 dirhəmi verirəm sənə ki, o qonşuluq sevgi, məhəbbəti aramızdan qalxmasın. Ölənə qədər biz qonşu olaq. Fikir verin, subhanallah. Bunlar nə cür düşünürdülər, necə bir-birlərinə hörmət edirdilər. Üçüncü misal, bir nəfər həccə hazırlaşır. Bağdaddan Mədinəyə, oradan da Məkkəyə gedəcək. Qonşusu deyir ki, ala bu 10.000 dirhəmi, Mədinəyə çatanda soraqlaş, orada ən kasıb adamı tap, bunu ona ver. Adam gəlir Mədinəyə,
Mədinədəkilərdən soruşur ki, burada ən kasıb kimdir? Deyirlər ki, filan yerdə yaşayan qadın əri vəfat edib və neçə övladı qalıb. Apar ona ver. Gəlir qapını döyür. Qadın qapını açır. Deyir ki, mən filan yerdən gəlirəm. Orada mənim qonşum mənə 10.000 dirhəm verdi ki, bunu Mədinədə ən kasıb adama verim. Mən də burada soruşdum, dedilər ki, ən kasıb sənsən. Qadın deyir, məndən də kasıbı var, mənim qonşum. O da dul qadındır, əri ölüb, uşaqları var. Apar ona ver. Adam gedir, onun qapısını döyür. Qadın qapını açır, deyir ki, bəs mənə bu qədər Bağdadda bir nəfər pul verib ki, Mədinədə ən kasıb adama verim. Mən də soraqlaşdım. Bu qapını göstərdilər, o qapıda olan qadın da sizin qapını göstərdi. Qadın deyir ki, ikimiz də eyni vəziyyətdəyik, ikimiz də kasıbıq. Gətirdiyin o malı yarı böl. Yarısı mənim, yarısı da onların. Fikir verin, subhanallah. Qonşular arasında olan mehriban münasibətə baxın. O da bölür, 5.000 ona verir, 5.000 də o biri qadına. Bax, qonşular belə olub. Daim tarix boyu Allahdan qorxan, axirətini düşünən qonşular belə olub. Bu yaxınlarda mən sizə bir rəvayət danışdım. YouTube kanalımızda bu rəvayət var. O vaxt, SSR vaxtı KGB-də işləyən bir şöbə rəisi, bir generalın əhvalatını, o kəndə ki, gəlir, araşdırma aparır ki, bu kəndin əhalisi niyə uzun ömürlüdür? Onlar da baxır ki, o kəndin əhalisi hamısı bir-birinə mehriban insanlardır. Yəni, qonşuluğu qoruyub saxlayan, o haqları ödəyən insanlardır. Hamısı bir-biri üçün gecə-gündüz dua edən insanlardır. Salam verib salamını alan insanlardır. Xeyrində və digər işlərdə iştirak edən insanlardır. Bu da səbəbdir ki, onların ömrünün uzanmasına amildir bu. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, dua qədəri dəyişdirir. Nə qədər çox qonşular bir-biri üçün dua eləsə, bir o qədər də onların həm bu dünyası, həm də axirəti gözəl olar. İkinci, bayaq qeyd etdim ki, əvvəllər kişilər görəndə ki, onların qonşusuna anası, bacısı, xalası, bibisi fərqi yoxdur. Kim olur olsun, qadın xeylağına yad birisi əgər sataşırsa, onun dərhal cəzasını verərdilər. Və o zamanlar heç kəs cürət edib tanımadığı bir məhliyə, kəndə bir qadının dalınca gəlməzdi. Bilirdi ki, insanlarda qonşuya nə cür ehtiram, hörmət var və qonşunun əri evdə olmasa da, orada yaşayan qonşu kişilər hamısı onun qeyrətini çəkir o qadının. Və hətta bilirsiniz, Azərbaycanda SSR təzə yaranmağa başlayanda o vaxtı qoçular var idi, qaçaqlar var idi və s. Onlardan kimisə tutub Sibirə sürgün eləyəndə o vaxt kommunistlər, o biri qoçu gəlib ona deyərdi ki, narahat olma, sənin ailənin namusu, qeyrəti, maddi dəstək və s. bu hamısı mənim boynuma. Rahat get. Belə kişilər var idi o vaxt. Deməli, Abdullah ibn Məsud radiyallahu anh görün nə deyir? Deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem bizə dedi. Bilirsiniz, zina etmək nə boyda böyük günahdır? Dedik, bəli, ya Rasulullah, əlbəttə. Çox böyük günahdır. Başqa rəvayətlərdə gəlir ki, 7 böyük günahdan biridir. Olduqca böyük günahdır. Lakin, diqqət edin, ən böyük günahlardan biri hansıdır? Peyğəmbər sallallahu aleyhi ve sellem burada vurğulayır ki, qonşunun qadını ilə zina etmək. Əvvəlcə sadalayır bir-bir. Allahdan başqasını Allaha şərik qoşmaq, övladın böyüyəcək, ona nə yemək verəcəm, onu necə saxlayacam deyə düşünüb, o uşağı uşaq vaxtı körpəykən öldürmək və bir də qonşunun qadını ilə zina etmək ən böyük günahlardandır. Və bir rəvayətdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki,
yad qadınla zina etməyin günahı nə qədərdirsə, qonşunun qadını ilə zina etməyin günahı ondan 10 dəfə çoxdur. 10 dəfə artıq. Fikir verirsinizmi? İndi nə qədər eşidirsən oradan buradan ki, filan qonşu öz qonşusu ilə qadının yaxınlıq etdiyini bilib, boşanıb, ailə dağılıb və s. Əvvəllər belə şey eşitməzdik və yaxud da olsa da çox nadir hallarda baş verərdi. Çünki insanların qəlbində Allah qorxusu var idi. İndiki zamanda görürsən ki, hamı qadınlara pis təhqirlə, mən bunu demirəm, çünki bu mənə yaraşmaz bunu ifadə etmək, pis-pis sözlərlə onlara barmaq göstərirlər ki, bu filan yolun yolçusudur, bu qadın. Kişi əgər onu yoldan çıxarmasa, o yolun yolcusu niyə olsun ki? Ata əgər qızının qeyrətini çəksə, ər həyat yoldaşının qeyrətini çəksə, övlad ananın qeyrətini çəksə və beləcə hər bir kişi öz yaxın qadınının qeyrətini çəksə, niyə o pis yola düşsün ki? Onu yoldan çıxaran kişilər ona elə şeylər təklif edir, elə aldadır ki, o da şirniklənir, pis yolun yolcusu olur. Demək, qadında günah olsa da, kişilərdə günah daha çoxdur. Çünki o şəraiti onun üçün yaradır. Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına bir cavan oğlan gəlir, deyir ki, ya Rasulullah, mən zina etmək istəyirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, istəyərsən ki, kimsə sənin ananla, bacınla, qızınla, xalanla, bibinlə zina etsin. Deyir, əlbəttə ki, yox ya Rasulullah. Deyir, insanlar da istəmirlər ki, onların yaxınları ilə yad kişilər zina etsinlər. Sonra həmin gənc üçün dua edir. Deyir, Allahım onun qəlbini islah et və bu yaramaz əməldən onu uzaq elə. Allah Subhanahu taala da o gəncin qəlbinə hidayət verir və o gənc heç vaxt bir də o düşüncəyə, yəni o yaramaz əməli fikirləşmir. Zina barədə heç düşünmür. Deməli, əziz müsəlmanlar, qonşunun qonşu üzərində olan haqlarından biri də odur ki, bayaq dedik, qonşuya yaxşılıq etmək, pislik etməmək. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 4 şey müsəlmanın səadətindəndir. Əməli salih qonşu, əməli salih zövcə, geniş ev və rahat minik. Diqqət edin, əməli salih qonşu. Qonşular əməli salih olmalıdır ki, onların həyatında səadət olsun, xoşbəxt olsunlar. Əgər yanındakı, ətrafındakı qonşular yaramaz insanlardırsa, əxlaqsız, tərbiyəsiz, böyük günah işlədən insanlardırsa, çalış onları islah edəsən, əks halda Allaha sığın onların o yaramaz əməllərindən və oradan uzaq ol. Buna da dəlil, bilirsiniz, məşhur rəvayətdir, o adam ki, 100 nəfəri öldürür. Sonra alim ona nəsihət edir ki, sən yaxşı olar ki, gedəsən, başqa yerdə məskunlaşasan, yaxşı insanların arasında. Orada məskunlaşasan ki, bu pis, yaramaz əməl edən insanlar arasında qalıb, onlarla bərabər o cinayəti təzdən yadına salıb, o cinayətləri təkrar etməyəsən. Yəni, adam içkini tərk edib, məsələn, qonşulara desə ki, gəl gedə içək və ya görsə ki, qonşular oturub içir və s. Əlbəttə ki, onu təzdən çəkəcək o yola. Və beləcə hər bir əməl odur ki, o əməllərdən uzaq durmaq üçün onlardan uzaq durmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə o qədər
nəsihət edirdi ki, onlar bir-birinə, yəni qonşu-qonşuya yaxşılıq etdikdə o qədər arxayın irdilər ki, hətta qonşu ona istədiyini verməsi üçün izin almadan gedib onu götürərdi. Qonşu da bundan xəbər tutduqda ona heç bir söz deməzdi, ona heç qınamazdı da. Misal çəkirəm, səhabənin evinə qonaq gəlir, bu da qonaq qəfil gəlir. Qonağın qarşısına yemək qoymaq üçün gərək hazırlıq görsün, buna da nə qədər vaxt gedəcək. Sahabə gedir, qonşusunun evinə girir, o həmin vaxtı da o sahabə evdə olmur. Zövcəsi isə bayırda olur. O da görür gözü ilə ki, bu sahabə evə girdi və qazanı götürüb getdi, yemək qazanını. Həmin o ev yiyəsi evə gələndə zövcəsi deyir ki, bəs yemək hazırlamışdım, ancaq qonşu apardı yeməyi, onun da qonağı gəlib. Ev yiyəsi də gülə-gülə deyir ki, nuş olsun, halal olsun onlara, halal xoşları olsun və heç əsəbləşmək nədir? Azacıq da belə pis fikirləşmir ki, niyə gəlib icazəsiz o qazanı götürüb. Nə qədər eşitmişəm ki, əvvəllər qonşu-qonşunun evinə girirdi, ev yiyəsi yoxdur evdə. Duz, qənd, çay, hətta çörək və s. nəsə götürürdü. Sonra qonşu evə gələndə deyirdi ki, filan şey yox idi evdə, sizdən götürdüm. O da deyirdi, halal xoşun olsun. Yəni, o qədər belə mehriban münasibət barədə misallar çəkmək olar. En qədər. Deməli, səhih hədisdə iki qonşu xatırlanır. Sahabələr Peyğəmbər sallallahu aleyhi ve səlləmə iki qonşunu xatırladır. Deyir ki, bir qadın gündüzlər ibadət edir, gündüzlər oruç tutur, gecələr ibadət edir və ən yaxşı malından sədəqə verir Allah yolunda. Lakin qonşusuna əziyyət verir. Dili çox acıdır. Qonşusu ilə yaxşı rəftar eləmir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o qadında xeyri yoxdur. O qadın cəhənnəmlikdir. Digər bir qadını misal çəkirlər. Deyirlər ki, bu qadın elə də çox ibadətlə məşğul olmur və üstsüz pendirdən sədəqə verir. Yəni, demək istəyirlər ki, elə də çox bahalı bir şey hədiyyə eləmir, sədəqə vermir. Özü də kasıbdır. Lakin qonşularla xoş münasibətdədir, gözəl rəftar edir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o qadın cənnətlikdir. Diqqət edin, qonşuya olan ehtiramı Allah subhanahu teala qəbul edir və əmin adamı cənnətli edir. Allah yanında qonşuların ən xeyirlisi qonşusuna yaxşılıq edənizdir. Həmçinin Rasulullah sallallahu aleyhi ve sellem deməli, misal çəkir, sual verir daha doğrusu, deyir ki, sizcə oğurluq necə böyük günahdır? Səhabələr deyir, əlbəttə ya Rasulullah, oğurluq böyük günahdır. Elə oğurluq böyük günahdır deyə o böyük günahın da böyük cəzası var, bilirsiniz nədir? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, yad bir yerdən oğurlamaq, qonşudan oğurlamağın günahı daha böyükdür. Yəni, qonşudan oğurluq etdikdə, yad bir yerdən oğurluq etməkdən 10 dəfə artıq günah qazanırsınız. Odur ki, qonşu qonşunun barəsində gərək həmişə yaxşı zəndə olsun. Arxayın olsun ki, ondan ona bir pislik gəlməyəcək. Ailəsinə sataşmayacaq. Evinə girib oğurluq etməyəcək. Və s. və s. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qonşusu şərindən əmin olmayan kimsə cənnətə daxil olmaz. Yəni, əgər qonşun sənin ona pislik edəcəyinə əmin deyilsə, pislik etməyəcəyinə daha doğrusu, əmin deyilsə, yəni hər zaman düşünür ki, bu mənə nəsə edə bilər, bu mənim ailəmə nəsə edə bilər. Həmin adam cənnətə girə bilməz. Sən o qədər əməli salih olmalısan ki, qonşun sənə arxayın olsun. Arxayın olsun ki, sən ona heç bir pislik etməyəcəksən. Digər hədisdə də deyir ki, vallahi mömin deyil, vallahi mömin deyil, vallahi mömin deyil.
Sahabələr deyir, ya Rasulullah, kim? Deyir ki, qonşusu şərindən əmin olmayan kimsə. Bu çox qorxuludur. Əgər yaramaz qonşudursa, onun həqiqətən də cəzası böyük olacaq. Hədisdə deyildiyi kimi, əvvəla cənnətə girməyəcək, cəzasını cəhənnəmdə çəkəndən sonra mömin olduğu üçün cənnətə gedə bilər. Lakin əvvəlcə cəzasını çəkəcək. Deməli, mənim yadıma gəlir, Türkiyədə qapı qonşum var mənim, o da Azərbaycanlıdır. Mənim evimin açarı ondadır, onun evinin açarı da məndədir. Ki, yəni nəsə birdən lazım olsa, olmasam orada, o mənim yerimə o məsələni, o işi həll eləsin. Usta gəlir evə, bu qardaşım da, dostum da qapını açır onun üçün. Qapını açır, usta deyir ki, sən ev yiyəsi deyilsən. Deyir, yox. Deyir, bəs qapının evin açarı, deyir ki, evin açarı mənə etibar edib verib. Deyir ki, gör, bu zamanda belə qonşuluq, belə dostluq, belə qardaşlıq hələ də qalıb ki, bir-birinizə bu cür etibar edirsiniz. Qardaş da deyir, əlhəmdülillah, əlhəmdülillah, mömin adam, Allahdan qorxan adam, qonşuluqda da, qonşuluq haqqında da Allahdan qorxur, qonşunun haqqına heç vaxt girmir. Beləcə, biz gənclərimizi islah etməliyik ki, dədə-babalarımız yaşadığı kimi qonşuluq haqlarını necə ödəyiblərsə, onlar da qonşuluq haqlarını elə ödəsinlər. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, mömin o kəsdir ki, insanlar onların malına və canına xətər toxundurmayacağına əmin olsunlar. Və müsəlman o kəsdir ki, onun əlindən və dilindən başqalarına zərər dəyməsin. Nə qədər yer üzündə mən müsəlmanam deyən insanlar var, mən möminəm. Ancaq insanlara pislik edir, dili ilə onlara əziyyət verir, əli ilə zərər vurur. Hətta bəziləri qətlə yetirir adamı və s. və s. Pul alır, qaytarmır və söyüşlə, təhqirlə və s. Bu qiyamət günü hamısı buna görə cavab verəcək. Həqiqi mömin, həqiqi müsəlman belə şey etməz. Xüsusilə qonşuya, umumən də insanlara çalışar ki, daim yaxşılıq etsin. Ağıllı adam Quran ayəsini oxuduqdan sonra ki, kim nə yaxşılıq edirsə özünə qayıdır, kim nə pislik edirsə o da onun özünə qayıdır. Bunu bilən adam heç vaxt insanlara pislik etməz. Çalışar ki, daim yaxşılıq etsin ki, Allah da ona elədiyi əməllərin əvəzini versin. Bir gün bir nəfər gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına. Deyir, ya Rasulullah, mənim qonşum mənə əziyyət verir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, get evində olan əşyaları çıxart, qoy yola. Oradan keçən kim olsa, yəni cəmaat olaraq gəlib keçəndə səndən soruşsalar ki, niyə belə eləmişsən? Deyən ki, qonşum mənə zülm edir. Qoy oradan keçən hər kəs ona bəddua eləsin. Fikir ver. Gör, İslam şəriəti bizə nəyi buyurur? Sən kiminsə sənə zülm etdiyini bilsən, yəni məzlumsan, buna Allah Subhanahu icazə verir. Ən-Nisa surəsi 148-ci ayəsini oxuya bilərsiniz. İcazə verir ki, məzlum insanlara zalim barədə şikayət eləsin. Bu qeybət sayılmır. Və məzlumun bədduası ilə Allahın arasında heç bir pərdə yoxdur. Məzlum və məzluma dəstək olan, onun tərəfini saxlayan insanlar əgər o zalıma bəddua edərsə, vay o zalimin halına. Bunu eləyəndən sonra qonşusu gəlir, ondan halallıq alır, üzr istəyir və deyir ki, qayıd öz evinə, mən bir də sənə bundan sonra əziyyət verməyəcəm. Əziz müsəlman qardaş və bacılarım, biz qonşuluq haqları barədə qısa şəkildə danışdıq. Geniş şəkildə məlumat əldə etmək istəyirsinizsə, keçən dəfə sizə göstərdiyim kitab Peyğəmbər sallallahu aleyhi ve sellemin əxlaqi kitabıdır bu, Ədəbül Mufrad.
İmam Buxari rahimehullahın cəm etdiyi hədislərdir. 1400-ə yaxın hədisdir bu kitabda, şərhi ilə bir yerdə və bu kitabdan o haqları oxuyub öyrənə bilərsiniz. Sonda Allahdan istəyimiz budur ki, Allah Subhanahu taala bizim bu dünyada qonşularla olan münasibətimizi yaxşılaşdırsın. Axirətdə də o qonşularla bir yerdə, cənnətdə, xüsusilə də Firdovs cənnətində bir yerdə olmağı bizə nəsib etsin. Peyğəmbər sallallahu aleyhi ve sellem'in bizə öyrətdiyi möhtəşəm bir dua var. Allahümme aslih lənə dinənəl-ləzi huvə ismətu əmrinə və aslih lənə dünyanəl-ləti fiyhə məaşunə və aslih lənə əxirətənəl-ləti iləyh məadunə və cəlil həyətə ziyadətən lənə fi kulli xeyr vəl-məvtə rahətən lənə min kulli şər. Allahım bizim həm dini işlərimizi, həm dünyəvi işlərimizi, xüsusilə də qonşularla olan münasibətimizi və bir də qayıdacağımız əbədiyyət yurdunu bizim üçün gözəlləşdir, bizim üçün xeyirli et. Həyatımızı xeyirli işlər görmək üçün daha da uzun ömürlü et. Və əgər şər əməllər bizi gözləyirsə, bizim o şər əməlləri etməmişdən əvvəl canımızı al. Həmçinin pis qonşudan qorunmaq üçün Peyğəmbər sallallahu aleyhi ve sellem bizə möhtəşəm bir dua edib. O dua ilə də Allaha hamımızın adından yalvarıb deyirəm. Allahümmə innə nəuzu bikə min cəris-su və min zəvcin tuşəyyibunə qabləl məşib və min vələdin yəkun aleynə rabbə və min məlin yəkun aleynə azəbə və min xalilin məkirin aynuhu təranə və qalbuhu yaranə in rəə həsənətən dəfənəhə və izə rəə seyyiətən əzəəhə. Allahım pis qonşudan, saçlarımızı vaxtsız ağardacaq həyat yoldaşlarından, bizə ağalıq edəcək övladlardan, bizi əzaba düçar edəcək var dövlətdən və bizi güdən, bizə hilə quran, yaxşılığımızdan danışmayan, səhvimizi hər tərəfə yayan, hiləgər dostdan sənə sığınırıq. Subhanəkallahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.